Qaydaların ilk dəfə və son dəfə nə vaxt yenilənibdir? İlk dəfə 2014-cü il 16 mayda Mikayıl Cabbarov tərəfindən təsdiq olunub müəllimlərin etik davranış qaydaları adı ilə. Mhm, Sonuncu səfər 2024-cü il 15 may tarixində təhsil verənlərin etik davranış qaydaları adı ilə dəyişdirilib. mhm. Ən sonuncunu kim dəyişibdi? Burada ya qeyd olunmamışdı ya. Təhsil nazirimiz kimdir hal-hazırda? Emin Əmrullayev. Emin Əmrullayev tərəfindən. Emin Əmrullayev tərəfindən. Günel müəllimə xoş gəldin. Sonra dedik ki, axşamın xeyir olsun. Dedik ki, etik davranış qaydaları bütün növ təhsil müəssisələrinə aiddir, yoxsa təkcə yalnız ümumi təhsilə aiddir? Bütün növ təhsil müəssisələrinə. Yadınızda saxlayın ki, bütün növ təhsil müəssisələrinə. Bağçasından tutmuş, liseyindən tutmuş, nə bilim, universitetindən, kollecindən tutmuş, bütün növ təhsil müəssisələrində təhsil verən müəllimlərə aiddir. Bax belə deyək də, yəni təhsil verənlərimizə aiddir. Sonra dedik etik davranış qaydasını qorumaq müəllimin hüququ idi, vəzifəsi idi. Vəzifəsidir birbaşa. Pozduğu halda nə qədər işdən azaddır? 1 il xitam verilir əmək müqaviləsinə. Bir də 1 ildən sonra yenidən həmən əzab keçdiyi yollardan keçməlidir, miqə hazırlaşmalıdır. Sonra dedik ki, bəs təhsil verənlərin etik davranış qaydaları sənədlərinə nələr daxil idi? Sənədlərinə o and içmənin mətni olur da, səhv eləmirəmsə. And içmə, sonra? Axşamınız xeyir olsun. Axşamın xeyir olsun müəllimə, xoş gəldin. And içmənin mətni, sonra bir dənə olur da deyirsən, başqa. Yox, and içməsi, belə deyək də, müəllimin and içməsi, etik davranışın prinsipləri, bir də münasibətlər daxil idi. Münasibətlər kimlə idi? Münasibətdə həmkarları ilə, valideynlərlə, təhsil alanlarla, bir də digər şəxslərlə. Maşallah. 5 nəfərdir. Yəni cəmiyyətdir, təhsil alandır, təhsil verəndir, rəhbərlikdir, bir də valideynlərdir. Bax bunlardır. Sonra dedik ki, etik davranış qaydalarında yadınızda saxlayın, peşəkarlıq fərdi məsuliyyətlə konfidensiallıq çıxarılıbdır. Demək olar ki, məzmun etibarilə salınıbdır insan hüquqlarına hörmətə. Məzmun etibarilə. Bax belə yazılır, amma ümumi olaraq onlar yoxdurlar da, demək olar ki, onlar salınıblar o tərəfə. Yəni ad olaraq. Bəs hansında aydın ki, deyirdik ki, bir müəllim Azərbaycan Respublikasının qaydasına, qanununa, konstitusiyasına, Qanunsuzluqdadır da. müqavilələrə riayət etməyə borcludur. Demək funksiyalarını icra etməm. Bəs deyirik hansında aydın ki, bir müəllim irqinə, irsinə, cinsinə, etnik mənsubiyyətinə fərq qoymamalıdır? Tərəfsizlikdədir. Bəs hansında aydın deyirik ki, bir müəllim vicdanlıq nümunəsi olmalıdır? Vicdanlı davranışdadır. Doğru. Bəs hansında deyildi ki, bir müəllim geyiminə, keçiminə, sərgəsinə, sasına, dırnağına, makiyajına fikir verməli idi?